Obyekt həm də ev. Nərimanovda Təhsil Nazirinin yanında gördüyünüz binada, svetoforda olan binada. Təhsil Nazirliyi və sağdakı binadır. Bax bura. Bu sırada sağ tərəfdə obyekti və üstü də 3 otaqlı evdir. Ümumi 170 kvadratdır, yəni 90 kvadrat ev, 3 otaqlı Leningraddır. Bir də 80 kvadratda obyektdir. Hal-hazırda 500-600 manata icarədədir obyekt. Biz kimi yol qırağıdır obyekt. O da 3 otaqlı evdir, üstü yol qırağı. Yəni 2 mərtəbəli obyekt eləmək olar. 2 mərtəbəli obyekt eləmək olar buranı. Nereden bu devde düşürüyor ha? Baktım buralarda. Bir tane nerede? Her şeyi kesinlikle kapatmışlar.